Deməli, bugünkü dərsimiz elektroliz. Elektroliz nədir? Suda məhlulda və ya ərinti halda elektrodlarda baş verən oksidaşmə reduksiya reaksiyası. Məsələn, burada veribdir mis 2 xloridin peki suda elektrolizi. Yəni, burada proses necədir? Əvvəlcə mis 2 xlorid suda həll olanda iyonlara ayrılır, dissosiasiya edir, kation və anionlara ayrılır. Və sonra sabit elektrik cəryanının təsiri ilə, deməli, bu mənfi qübt katoddur, müsbət qübt nədir? Anod deyilir. Və elektroliz zamanı katodda mis, yəni katoda mis gedir, yəni mis orada reduksiya olunur, burada reduksiya prosesi baş verir. Anodda isə xlor nədir? Elektron alır, yəni oksidaşmir. Yəni, katod və anodda reduksiya, oksidaşmə prosesi baş verir. Buna deyirik elektroliz. Bu, həmçinin ərinti halda da baş verə bilər. Yəni, deyək ki, natrium kloridin ərintisini elektroliz edəndə də, təbii ki, natrium müsbət iyondur. Yəni, kation, xlor da mənfi iyon, anion. Katodda natrium ayrılır, anodda isə nədir? Xlor ayrılır. Yəni, belə də, yəni, yazmaq da bu şəkildə yazmaq olar. Deyək ki, mis, kation katoda doğru gedir, anion isə anoda doğru gedir. Və katodda reduksiya prosesi baş verir. Bu reduksiyadır. Anodda oksidaşmə prosesi baş verir. Belə. Yəni, mis 2 xloridi deyirik ki, suda elektroliz edəndə mis və xlor ayrılır. Katodda mis, anodda xlor. Bəli. Dedik ki, məsələn, natrium xloridi də ərintisini elektroliz edəndə katodda natrium ayrılır, anodda xlor ayrılır. Məsələn, metallar hissəsini burada nə edəcəkdir? Qayda. Metallar hissəsinin ilk 6 metalın birləşmələrini suda elektroliz edəndə katodda bu metalların yerinə hidrogen ayrılır. Burada metal ayrılmır. Ancaq yerinə nə ayrılır katodda? Hidrogen ayrılır. Və metallar hissəsində bu istiqamətdə soldan sağa getdikcə oksidləşdiricilik qabiliyyəti nədir? Artır. Yəni, katodda ayrılma qabiliyyəti artır. Və yazar. Deməli, dedik ki, metallar hissəsinin ilk 6 metalın birləşmələrini suda elektroliz edəndə katodda hidrogen ayrılır. Yəni, su reduksiya olunur. Məsələn, natrium xloridi suda elektroliz edəndə burada nə olacaq? Natrium yerinə hidrogen ayrılacaq. Suyu HOH kimi yazırıq. Hidrogen və OH. Anodda xlor ayrılır. Yəni, bu şəkildə. Deməli, OH iyonu olduğu üçün natrium hidroksid alınacaq. Katodda hidrogen,
xlor və natrium hidroksid. Xlor çıxır, yerinə OH qrupu gəlir. Əmsallaşdıranda bura 2 yazırıq, bura 2 yazırıq və suya da 2 yazırıq. Buna aid bir neçə misallar yazmaq olar. Məsələn, deyək ki, kalium yodidi suda elektroliz edək. Magnezium kloridi suda elektroliz edək. Deməli, kalium burada nə alınır? Deyirik, H2, yod və kalium hidroksid alınır. Belə. Katodda hidrogen, anodda yod. Burada nə alınır? H2, xlor 2, magnezium hidroksid çöküntü alınır. Belə. Belə. Yaxud olsun ki, alüminium klorid. Suda elektroliz edəndə nə alırıq deyirik? H2, xlor 2, alüminium hidroksid çöküntü alınır. Metallar qıssasında deməli digər orta aktiv metallar hidrogenə qədər, daha doğrusu olan metallar suda elektroliz edəndə manqanla hidrogenə qədər. Katodda həm metal ayrılır, həm də hidrogen ayrılır. Məsələn, bir dənə nümunə yaza bilərik. Deyək ki, sink kloridi suda elektroliz edəndə deməli, katodda həm sink ayrılır, həm hidrogen ayrılır. Təbii ki, anodda da xlor ayrılır. Yəni, bu şəkildə göstərmək olar. Olsun, məsələn, dəmiri, başqaları və s. Deməli, sonuncu metallar qıssasında hidrogendən sonra gələn, yəni pasiv metalları suda elektroliz eləsək, katodda ancaq nədir? Metal ayrılar. Katodda ancaq metal ayrılar. Yəni, burada da buna aid misallar verilibdir. Məsələn, deyək ki, civə 2 xlorid. Suda elektroliz eləsək, civə ilə xlor 2 alınır. Katodda civə, anodda xlor ayrılır. Yəni, belə. Bayaq dediyimiz kimi, məsələn, mis 2 bromid. Suda elektroliz eləsək, mis və brom ayrılır. Sonra oksigenli duzlar və fluorid duzlarını suda elektroliz edəndə deməli, anodda bir də turşu qalıqların yerinə nə ayrılır? Oksigen ayrılır. Yəni, su oksidləşir deyirik. Düzdür, burada bir neçə misallar yazılıbdır. Əlavə olaraq biz də yazaq. Məsələn, yazacaq gümüş nitratı suda elektroliz edək. Gümüş nitratı buradan yazacaq. Gümüş bir nitratı suda elektroliz edək. Demək, katodda bilirik ki, gümüş ayrılır. Gümüş ayrılır. Elektron alır, gümüş neytrallaşır. Anodda isə nədir? Su oksidləşir.
Su oksidaşır. Yəni bu da belə yazar. Burada hidrogen ionu da əmələ gəlir. Deməli, gümüş alınır, oksigen alınır, bir də nitrat turşusu alınır. HNO3. İndi bunu əmsallaşdıraq. Burada oksigen 2'deyiz. Yəni sudan ayrılır oksigen. Bura nə yazarıq? Nitrat turşusuna 4 yazarıq. Bura nə yazarıq? 4 yazarıq. Gümüşün qabağına da nədir? 4 yazarıq. Yəni bu cürdür. Yaxud mis 2 sulfatı suda elektroliz edək. Burada nə alındı? Mis, oksigen və sulfat turşusu. Əmsallar yazıq. Oksigen 2. Suyun qabağına nə yazıq? 2. Deməli, hidrogendir. Burası sulfat turşusuna 2. Mis 2 sulfata 2. Misin də əmsalına nədir? 2. Katodda mis ayrılır, anodda oksigen ayrılır. Məsələn, deyək ki, dəmir 2 sulfatı suda elektroz edək. Yazaq. Deməli, nə alınır? Dəmir, hidrogen, dəmir ortaktiv metaldır. Dedik ki, həm də hidrogen ayrılır. Oksigen, bir də sulfat turşusu. Bəli, katodda dəmir və hidrogen, anodda oksigen ayrılır. Və yaxud sink nitratı. Sink nitratı suda elektroz edək. Deməli, nə alınır? Sink, hidrogen, oksigen və nitrat turşusu. Belə, katodda bu ikisi, anodda da oksigen. Yazın kalium nitratın suda elektrolizi. Deməli, burada nə alınır? Kalium nitrat suda elektroliz edəndə hidrogen, oksigen, kalium nitrat. Yəni, bunu da əmsalları yazsaq. Demək, katodda həm su, həm oksidaşır, həm də nə edir? Reduksiya olunur. Burada su sadəcə su parçalanır. Su həm burada oksidaşır, həm də reduksiya olunur. Əmsalları yazsaq, deməli, bura elə suyun qabağını 2 yazır, hidrogeni 2 yazır. Katodda hidrogen ayrılır, anodda isə nədir? Oksigen ayrılır. Yəni, deyək ki, 2 həcm hidrogen, 1 həcm oksigen ayrılır. Yəni, bildiniz, katodda hidrogen nədir? Reduksiya olunur. Hidrogen ayrılır, anodda oksigen oksidaşır. Belə. Sadəcə su parçalanır burada. Yəni, aktiv metallarda, bu dediyimiz metallarda sadəcə su parçalanır. Və yaxud magnezium sulfatı suda elektrolizi. Yəni, burada duzun kütləsi dəyişmir. Deməli, nə alınır burada? Hidrogen, oksigen, magnezium sulfat. Və s. Yəni, bir neçəsini yazmaq olar. Məsələn, olsun natrium karbonat. Yenə də hidrogen, oksigen və natrium karbonat. Belə.
Deməli, burada verilibdir, məsələn, sulfit, yodit, bromid, xlorid, hidroksid və florid. Sulfitdən flora doğru getdikcə elektromenfilik artır. Onda oksidləşmə qabiliyyəti isə nədir? Azalır. Yəni, anodda ayrılma qabiliyyəti bu istiqamətdə azalır. Yəni, bunları suda elektroz edəcək. Hansı tez ayrılar? Kükürt, yəni daha tez ayrılar. Birinci kükürt ayrılar. Məsələn, deyək ki, xlor tez ayrılar, oksigen tez ayrılar. Xlor tez ayrılar, yəni müqayisə edək. Deməli, bunları dedik ki, elektroz edəcək iyonlardır. Məsələn, ayrılma qabiliyyəti anodda, ayrılma qabiliyyəti kükürtdən flora doğru getdikcə neyini? Azalır. Yəni, müqayisə edəndə kükürt hamısından tez ayrılır. Sonra yod ayrılar, sonra brom, xlor, hidroksid və flor. Və belə bir misal deyək ki, natrium xloridi, bir var natrium xloridi suda elektroz edək, məsəl üçün. Bir də var natrium hidroksidi suda elektroz edək. Məsələn, burada nə alınır birincində? H2, xlor2, natrium OH. Burada təbii ki, elə H2, bir də oksigen ayrılır. Natrium hidroksid dəyişmir. İndi sual versək ki, anodda xlor əvvəlcə ayrılar, yoxsa oksigen əvvəlcə ayrılar? Bəli, ilk xlor ayrılar, sonra oksigen ayrılar. Yəni, bu sıraya görə. Bir də nə demək istəyirəm? Məhlulda ayrı cür proses gedir bəzi birləşmələrdə. Ərintidə ayrı cür proses gedir. Məsələn, desək ki, bir var kalium hidroksidin ərintisini elektroz edək. Bir var kalium hidroksidin suda məhlulda elektroz edək. Yəni, burada suda iştirakı ilə. Təbii ki, fərqli gedəcək proses. Ərintidə nə alınacaqdır? Kalium ayrılacaq, bəli, oksigen ayrılacaq və su ayrılacaq. Amma məhlulda, katodda hidrogen ayrılacaq. Belə. Yəni, istənilən reaksiyada göstərmək olar. Məsələn, olsun natrium hidroksidin ərintisini elektroz eləyəndə bir də var natrium hidroksidin suda məhlulu elektroz eləyəndə. Deməli, ərintidə nə alınacaq? Natrium alınacaq, oksigen alınacaq, bir də su. Burada isə məhlulda hidrogen, oksigen, elə natrium hidroksid də olduğu kimi qalacaqdır. Əlavə olaraq burada verilibdir, məsələn, yəni duzların ərintisini, elektrolizini misallar. Bir də, elə biz dediyimiz iç altı metal yoxdur, metalat hissəsi. Sənayədə bunlar yalnız elektroliz vasitəsilə alınır. Məsələn, litrium, kalium, kalsium, natrium, maqnezium, alüminyum. Sənayədə yalnız elektroliz vasitəsilə alınır. Bir də halogenlərdən florla xlor yalnız sənayədə elektroliz vasitəsilə alınır. Deməli, bu qədər. Sonra təbii ki, bəzi test nümunələrin izahları var. Yəni, oradan da müəyyən çətin suallar olarsa, yəni baxıb buradan istifadə edə bilərsiniz. Bu qədər.